xeyir olsun dostlar, davam edirik, studiyamızdayıq və qonaqlarımızla birlikdə nədən danışacağıq? Ümumiyyətlə, son dövrdə internet, mobil tətbiqlər, onlayn xidmətlər işimizi asanlaşdırır, amma bununla bərabər eyni zamanda təhlükəni də özü ilə gətirir və biz zaman-zaman əslində bu təhlükələr barədə xəbərləri sizlə paylaşırıq və hətta günlər öncəsində də elan etmişdik ki, biz bu mövzuya qayıdacağıq studiyamızın qonaqları ilə birlikdə və qonaqlarımız artıq studiyamızdadır. Bəli, mövzu olduqca maraqlıdır və demək olar ki, hər birimizin həyatını həm asanlaşdıran, diqqətsiz olduğumuz zaman isə müəyyən çətinliklərlə qarşılaşdığımız, hətta hüquq mühafizə orqanlarına belə üst tutduğumuz vəziyyətlərə gətirib çıxarır. Ona görə də diqqətli olmalıyıq, amma mövzunu əslən biz özümüz mütəxəssislərlə qeyd edəcəyik, daha doğrusu ətraflı şəkildə danışacağıq. Qonaqlarımızı təqdim edək. Qonaqlarımızdan biri Kənan Hüseynəliyev, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kritik İnformasiya İnfrastrukturu üzrə iş sektorunun müdürü. Kənan bəy, sabahınız xeyir olsun. Və digər qonağımız isə Turqay Məhərrəmov, deməli Naxçıvan Telekomun risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssisi bizimlədir. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Necəsiniz? Xoş gördük. Çox sağ olun. Təşəkkür ederim. Çox önəmli, aktual bir mövzudan danışırıq bugün. İşimizi nə qədər asanlaşdırsa da internet və bu digər mobil tətbiqlər bir o qədər də çətinləşdirir. Əslində nədir məsələ? Hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? Bu mövzudan nələri bilməliyik? Kənan bəy, sizlə başlayaq mı söhbətə? Əlbəttə ki, necə istəyirsə başlayaq. Əslində elə işin adı da müəyyən mənada mövzudan xəbər verir. Kritik informasiya infrastrukturundan söhbət gedir. Düzdürmü? Bəli, bəli. Ümumiyyətlə, mobil tətbiqlər deyirik, internet deyirik, kiber gigiyena deyirik və onların bir hədəf qrupu var. Biz bilirik ki, onlara daha çox üst tuturlar. Son zamanlar 2025 və 2026-nın artıq əvvəllərindəyik biz. Ən çox qarşılaşdığımız hadisələr nələrdir? Son zamanlarda ən çox qarşılaşdığımız hadisələr təbii ki, texnologiya inkişafı ilə əlaqədar olan hadisələr olur. Bildiyiniz kimi, bir neçə il bundan əvvələ qədər artıq, belə deyək, süni intellekt texnologiyası və bu kimi texnologiya çox da kifayətli inkişaf etməmişdir. Hətta, belə deyim, insanlar süni intellektlə real məlumatlar bir-birinə aid edə bilirlər. Ancaq zaman keçdikcə, texnologiya inkişaf etsə, təbii ki, alətlər də inkişaf etsə, süni intellekt inkişaf etməyə başladı. Həmçində süni intellekt inkişaf etdiyi müddətcə süni intellekt vasitəsilə tətbiq olunan alətlər də insanların psixologiyasını ələ almaq üçün olsun, hətta belə deyim, saxta zənglərdir, saxta səsləri təqib etmək üçün proqramlar, tətbiqlər olsun. Bunların hamısı süni intellekt vasitəsilə inkişaf etdirdi. Məhz buna görə də deyə bilərik ki, günümüzdə ən çox aktual olan və ən çox hücum səthini təşkil edən alətlərdən biri də süni intellektlə tətbiq olunan alətlər siyahısına aiddir. Məsələn, bu kimi hücumları nəyə göstərə bilərik? Süni intellekt vasitəsilə səsin klon olaraq qarşı tərəfə ötürülməsi. Məsələn, çox vaxt eşidirik ki, qarşı tərəfə yaxını adından biri zəng edir. Bu zaman telefonda VDM ya valideynləri olsun, ya yaxının bir səsi təqid olunur. Bu süni intellekt alətlər vasitəsilə həyata keçirir. Belə ki, məsələn, süni intellekt gündəlik həyatda asistentlər vasitəsilə istifadə edirik. Məsələn, asistent sualı verir, o da bizə qayıdıb cavab verir. Belə ki, biz bu alətlər vasitəsilə bu asistentin səsini dəyişib fərqli səsləri təqid edə bilərik. Öz süni intellekt alətlərimiz yarada bilərik. Məsələn, bir mütəxəssis süni intellekt üzərində işləyərək, ona müxtəlif, belə deyim, təlimlər keçərək, öyrədərək, qarşı tərəfi promptlarla öyrədir və qarşı tərəfi artıq hazır vəziyyətə gətirir. Belə, necə ki, bir qurban axtaranda ki, təliyə salmaq üçün onu hansı alətlərlə, necə, hansı üsullara ələ keçirmək lazımdır, hər birini təyin edirik, elə də süni intellektdə bütün bunları öyrədirik. Məsələn, qarşı tərəfin bank məlumatları lazımdır. Necə qarşı tərəf təliyə sala bilərik? Əlbəttə ki, bir bank əməkdaşı adından süni intellektlə zəng edirik, ona müəyyən məlumatlar verməsi tələb edirik və əlbəttə ki, bu psixoloji yönümlü olduğu üçün insanlar da belə deyim, psixoloji yönümlüyə daha da zəifdirlər. Biri bu gün sizə valideyniniz, övladınız adına zəng etsə, əlbəttə ki, fikirləşmədən istədiyi məlumatda təmin eləyəsiniz. Məhz buna görə də mən deyərdim ki, süni intellektli hücum növləri, süni intellekt alətləri günümüzün ən aktual hücum növlərindən biridir. Bəli. Biz aylar öncə həmişə bu mövzudan danışanda qeyd edirdik ki, biraz yaşlı nəslin nümayəndələri aldanılırlar, yəni o gələn zənglərə, göndərilən mesajlara, amma indi artıq gənclər də, siz özünüz qeyd etdiniz, süni intellektlə zəng vururlar, ayırt eləyə bilmirlər ki, bu bank işçisidir, yoxsa və yaxud da kiber cinayətkardır. Bilirsiniz necədir, o qədər üsullar təkmilləşdirilib ki, həqiqətən də insan ayırt edə bilmir. Artıq bir mesajla məhdudlaşmır bu demək üsullar. Yəni başqa yollara əl atırlar. Sanki bir peşəkarlaşırlar bu mövzuda. Bu biraz qorxuducudur, həqiqətən də təhlükəlidir. Bəli, amma bütün bunların olması üçün bizim internetə çıxışımız olmalıdır müəyyən mənada və internetin keyfiyyətinə gəlmək istəyirik Naxçıvanda. Bu məsələyə toxunacağıq geniş şəkildə, amma internetlə bağlı Turqay bəy, biz bəzən görürük ki, bəzi şikayətlər gəlir, aktual bir mövzudur. Xüsusən axşam saatlarında bir də görürük ki, biz internetdə müəyyən gecikmələr olur, Aysun. Və nəzərə alsaq ki, günümüzdə biz texnologiya dövründə yaşayırıq və bir çoxumuz onlayn şəkildə Azərbaycanda yaşaya-yaşaya internet üzərindən başqa ölkədə onlayn şəkildə iş rejimində olur bu insan, iş saatı ola bilir. Bunun səbəbləri nələrdir?
Əvvəlcə təşəkkür edirəm bu mövzuya toxunduğunuz üçün. Yəni biz nazirlik olaraq biz də narahat edirik bu mövzular. Bəzən siz müəyyən məlumatı qarşı tərəfə ötürə bilmirsiniz. Yəni o sizi narahat edir. Eynən bir müəllimin öz tələbələrinə məlumatı ötürməsi kimi. Yəni onda o məlumat var, amma ötürmək, yəni qarşı tərəfə onu bəzən qarşılaya bilmir. Ümumilikdə elə bu qeyd etdiyim mövzu həm internet, həm də kiber təhlükəsizliklə bağlıdır. Ümumiyyətlə insanlarımız adətən biraz təbii ki, burada günahkar axtarma olmaz. Müəyyən məsələlərə görə biraz tənbəllik və s. göstərə bilər. Nəyə görə demək istəyirəm? Biz müəyyən məlumatları internet üzərindən araşdırmırıq və yaxud da ki, aidiyyəti üzrə sorğulamırıq. Misal üçün, hər hansı bir proqram yenilənməsi gəlir, heç kəs o maraqlanmır ki, bu yeniləmədə nələr həll olunur? Yəni, onsuz da işləyirdi, hər şey qaydasındaydı. Onun arxa fonu maraqlanılmır. Yəni, eynən də biz istifadəçi olaraq evimizə internet şəbəkəsini quraşdırarkən, ümumiyyətlə, biz hara desək, yəni mütəxəssislər ora yerləşdirəcək. Amma təbii ki, mütəxəssislər bizim Naxçıvan Telekom tərəfindən adətən tövsiyə xarakterli məlumat verilir ki, məsəl üçün, modemimizi filan yerə qoysanız daha yaxşı olar. Bəzən istifadəçi öz rahatçılığı üçün və yaxud da ki, ola bilsin ki, ev şəraiti ona imkan vermir, modemi yəni uyğun olmayan bir yerə quraşdırılır. Yerləşməsinə nə demək çox şey yazılır. Məsəl üçün, necə olmalıdır? Bu dalğalar radius kimi, yəni dairəvi yayıldığına görə yaxşı olar ki, mərkəz bir yerə qoyulsun. Təbii ki, anlayırıq, yəni ev quruluşunun və s. nəzərə alanda, təbii ki, evin ortasına qoya bilmirik. Amma mümkün qədər mərkəz hissədə olmalıdır ki, onu divarlar və s. yəni divarların materialları belə onu təsir göstərə bilir. Və eyni zamanda evdə bizim bəzi əşyalarımız var, o qızdırıcılar və s. Onların verdiyi maqnit şüaları bizim o şüaları məhdudlaşdıra bilər. Yəni, onun üçün o qızdırıcıların yanına qoyması tövsiyə edilmir. Yəni, çünki dalğalar toxuşa bilir və yaxud da ki, digər dalğa daha güclü olduğu üçün onu zəiflədə bilir. Yəni, bu kimi səbəblərə görə internet zəifləyə bilər. Amma məsələn, yalnız burada yekunlaşmır. İstifadəçi adətən, yəni təbii ki, qiymətin ucuz olmasını tövsiyə, yəni istəyir ki, ucuz olsun, xərci çox olmasın. Ucuz və keyfiyyətli axtarır. Təbii ki, biz artıq yeni nəsil GPON layihəsi deyirik, yeni nəsil internet keçid deyirik. Hal-hazırda Naxçıvan şəhərinin bir çox istiqamətlərində artıq biz yeni internet şəbəkəsini təmin etmişik və sürətli. Hətta biz istədik ki, müəyyən rəqabət, sağlam rəqabət formalaşsın və qarşı tərəflərdə də müəyyən endirimlər və s. görə bilirik. Bu bizi əslində sevindirir. Bəli. Əslində, bu rəqabəti biz özümüz istədik ona görə ki, vətəndaşın müəyyən mənada haqqı əzilməsin, yəni bahalı qiymətə internet almasın. Biz müəyyən jestlər etdikcə qarşı tərəfdə təbii ki, sağlam rəqabət olaraq yenə də qiymətləri yendirməlidir. Amma biz yenə də müəyyən güzəştlər nəzərdə tuturuq yaxın gələcəkdə. Yəni, hər kəs üçün həm ucuz və keyfiyyətli internet üçün, həm də ki, yüksək sürət üçün. Burada bir şey də qeyd edim, istifadəçi bəzən özünə uyğun internet şəbəkəsini seçməmiş olur. Misal üçün, adi məişət şəraiti üçün, məsəl üçün, televizor və s. baxmaq üçün evdə, yəni xüsusi bir internetdən çox da işiniz yoxdursa, yəni ən kiçik paket isə ola bilsin kifayət eləyə bilər. Amma bəzən sizin IT sahəsində evdə bir mütəxəssis olur, çalışır, onlayn kurslara qatılır. Təbii ki, onlayn kurslar zamanı yüksək internet lazımdır ki, məlumat itkisi baş verməsin, danışıqların müəyyən hissəsi qırılma olmasın və s. Bunun üçün biz təbii ki, daha yüksək paketləri seçməliyik ki, bizə yüksək internet təmin oluna bilsin. Təşəkkür edirəm. Təşəkkür edirik. Və ümumiyyətlə, internetsiz bir günü təsəvvür etmək mümkün olar səndən. Əslində, düşünürəm ki, internetdən də biraz səmərəli istifadə etmək lazımdır, deyilmi? Çünki siz qeyd etdiniz, elə insanlar var ki, onun ixtisası, peşəsi məsələ IT ilə bağlıdır. O, davamlı internetlə işləməlidir, çalışmalıdır. Amma insanlar da var ki, ona lazım deyil əslində. Yəni, səmərəsiz şəkildə istifadə. Bu da öz təsirini göstərir, deyilmi? Ümumi internetin verilmə qaydasına, sürətinə daha doğrusu. Eyni qayda. Mən əslində kiber təhlükəsizlik mütəxəssis olaraq müəyyən mövzularda toxunmaq istəyirəm. Bəzən şübhəli hallar var, hansı ki, bizim cihazlarımızdan qarşı tərəflər, yəni bizim internet şəbəkəmizdən istifadə edə bilər. Qonşular mı? Daha çox biz rastlaşırıq. Əslində, mən nəzərdə tutum qonşular deyil, amma siz düzgün vururlardı, qonşular da ola bilər. Ümumi elə... Sətr altı dedim mən hər ehtimal. Doğru, yavaşdınız. Elə siz toxunduğunuzda görə mən oradan o nüansı da toxunum elə yaxşı oldu deməyiz. Ümumiyyətlə, internet qoşularkən biz standart parolları
seçməyimiz uyğun deyil. Və yaxşı olar ki, gizli rejimə yəni, təyin eləyək ki, çox insan qoşula bilməsin. Çünki istifadəçinin sayı artdıqca bu azalmağa doğru gedəcək, məlum məsələdir. Və düzgün parollar seçmək lazımdır. Yəni bəzən adam öz adını və yaxud da ki, övladının adını yazır. Yox, yəni təvəllüdünü qoyur. Yəni bunlar olmamalıdır mütləq şəkildə. Və bundan sonra şəxsin özü internetə, təbii ki, hər kəsin bu sahədə təcrübəsi, bilir, təbii ki, yetərli olmaya bilər ki, internetlə bağlı, yəni qarşı tərəflər, biz ona cəsus yazdım və s. deyirik. Yəni bəzən sizin internetdən istifadə olunur, müəyyən kripto və s. Gəlirlər əldə edirlər. Yəni bunlar istifadəçinin məlumatsızlığından baş verir. İstifadəçi o zaman bilə bilərmi ki, onun internetindən istifadə olunur? Onu hardansa bilərmi? Sadə istifadəçi əslində bilə bilməz. Biz müəyyən əlamətləri sizə deyə bilərik, amma yenə də qeyd edirəm ki, mütəxəssislik lazımdır bu sahədə. Yenə qeyd edirəm, hər kəs mütəxəssis ola bilməz. Amma dəstək almaq lazımdır. Şübhəli hallar var. Məsəl üçün, telefonunuz həmişəkindən çox qıza bilər. Ola bilsin, siz kiberhücuma məruz qalmışsınız. Yəni biz bütün kiberhücumları hər an hiss etməyə bilərik. Yəni, bəzi APT hücumları, məsəl üçün, illərlə o formalaşan hücumda, o zaten var, trojanlar var. Məsəl üçün, kompüter və ya telefonlarımızda bunlar var. Amma hələ də bizim, hansı ki, Troy atı misal deyim, yəni, telefonumuzda hazır gözləyən müəyyən hücum etməyə hazır olan, belə deyim, proqram təminatları var və biz onları çox vaxt görməyəcəyik. Yəni, bəli, bunun üçün siz mütəxəssis olmalısınız. Biz ilkin əlaməti olaraq bu kimi şeyləri tövsiyə edirik. Yəni, telefonlar həmişəkindən çox qızmağa başlayır. Bunun bateriyası daha tez azalmağa doğru gedir. Sonra siz danışarkən siz echo verməyə başlayır. Yəni, bu kimi məsələlər var. Mənim telefonum. Əslində, bu siyahını genişləndirmək olar. Prosto, təbii ki, məlumat çoxaldıqca qəbul etmə faizi azaldığına görə, yəni istifadəsi ola bilsin ki, yəni düzgün başa düşməz. Əslində, bu da bir kiberhücumdur. Mütləq şəkildə, yəni mütləq şəkildə. Bunlar kiberhücumdur. Yəni, dediyim kimi, bütün kiberhücumlar dərhal aşağı çıxmır. Yəni, siz onu hiss etməmişsiniz. Bəzi xəstəliklər kimi əlamətsiz özünü biruzə verir. Müəyyən vaxtdan sonra ortaya çıxır. Kənan bəy, burada əslində sizi həqiqətən də təhlükəlidir. İşitməyin vaxtıdır. Kiberhücumun müxtəlif növləri var. Belə başa düşdüm və az öncə siz hər o əlamətləri saydığınız zaman mən son zamanlar telefonumdakı problemlər yadıma düşdü. İndi efirdən sonra mütləq ki, bir müzakirə etməli, çox fərqli əlamətləri qeyd etdiniz. Biz bunları bilmirdik. Kiberhücum deyiləndə artıq o bilinməyən tərəfləri var, bir də bilinən tərəfləri var və kiberhücum edildiyi zaman, misal üçün kart məlumatlarda, bank məlumatlarda, şəxsi məlumatlarda, bəzən son zamanlar biz eşitdik ki, Kənan bəy, WhatsApp-a bir link gəlir, yenilənmə ilə bağlı. Hətta bir süjet də hazırlamışdıq ki, o sadəcə onu biz yüklədiyimiz telefonun onlayn mağazasından gələ bilər, düzdürmü? Bu linklər vasitəsilə bir kliklə artıq qarşı tərəfə bütün məlumatlar gedir. Yaxşı, biz zəngi başa düşdük, özümüz bu məlumatı veririk. Bəs bu hallarda bu necə baş verir ki, bir toxunuşla telefonun idarəsi qarşı tərəfə keçir? Biz bunu daha çox Instagram, sosial şəbəkələr üzərindən də görə bilirik, müşahidə edə bilirik. Belə deyək, sizə o düz verirsiniz. Bəzən WhatsApp üzərindən link göndərilə bilər, bəzən SMS vasitəsilə və yaxud da digər sosial media, Instagram, Telegram, hər biri vasitəsilə link göndərilə bilər. Biz burada linkə bastığımız zaman bizim burada məsələn zərərli sayt, bir də təhlükəsiz sayt dediyimiz anlayışlar vardır. Biz burada qarşı tərəfin hücumçunun yaratdığı bir fake sayt, yəni zərərli saytı yönəldirik. Bu zərərli sayt vasitəsilə orada müxtəlif hər hansı bir şey olur. Reklamlar da ola bilər, hər hansı bir zərərli proqram təminatı ola bilər və yaxud da ki, saytın özünə qoşulduğumuz zaman bəzən elə olur ki, saytla birbaşa bizim aramızda məlumat mübadiləsi yaradılır. Yəni onlarla bizim aramızda saytda biz məlumat ötürürük və yaxud da məlumat alırıq. Necə ki, gündəlik istifadəçi saytlar. Məsələn, giririk, deyək ki, alış-veriş saytına. Alış-veriş saytında məlumatda, kart məlumatını yazıb təsdiqləyən zaman biz qarşı tərəfə kart məlumatlarımızı ötürmüş oluruq. Qarşı tərəfdə bunu qəbul edirik. Ancaq bu zaman məlumat təhlükəsiz sayt olub da şifrələnmə vasitəsi həyata keçirilir. Tutaq ki, kartı məlumatla ötürdünüz, kartın üzərindəki 16 rəqəm, deyək ki, 30-40 simvol uzunluqda random bir təsadüfi koda çevrilir. Bu kodu da qırmaq üçün sizin əlinizdə bir məxfi açar olmalıdır ki, bu məxfi açarda heç vaxt əldə edə bilməzsiniz. Ancaq biz gələn linklər vasitəsilə təhlükəli bir sayta girdiyimizdə, bu zaman yenə saytla həmin server arasında, qarşı tərəfin təhlükəli server arasında yenə məlumat mübadiləsi yaranır. Ancaq bu zaman həmin məlumat mübadiləsi şifrələnmir, açıq məlumat şəklində ötürülür. Tutaq ki, siz kart məlumatda ötürdünüz, bu şifrələnmir. Necədirsə elə gedib çatır. Eynilə də həmin tərəfdən sizə qəbul edib, axı bağlantını qəbul edibsiniz. Sizin kompüterinizə zərərli proqram təminatı ötürülür. Biz bir baxışa belə deyək də, quraşdırmağa icazə verirsiniz. Ancaq çox vaxt bunlar qarşı tərəfə linkə klikləyəndən sonra
burada növbəti addımlar da tələb edir. Məsələn, linkə kliklədiniz, bəzən brauzeriniz sizə bildiriş göndərir ki, bu sayt təhlükəlidir, yenə də davam etmək istəyirsiniz. Siz davam etsəniz, yenə də sayta daxil olsanız, orada müxtəlif əməliyyatlar yerinə etsəniz, əlbəttə ki, kompüterizə hər hansı bir proqram təminatını quraşdırmasına icazə vermiş olursunuz. Və yaxud da ki, link belə olur. Linkə vurursunuz, bəzən qısa linklər orada vuran kimi başlayır nəsə yendirməyə axır planda, yükləməyə. Həm də fərqli saytlar açılmağa başlayır. Bəli, yəni spam xarakterli, bəli. Bir nüansa mən də toxunmaq istərdim. Yəni yanaşma aspektimizdən çox şey asılıdır. Biz linki açmaq deyirik. Yəni cyber security-də biz buna açmaq deyə yanaşmırıq. Biz buna icra et kimi yanaşırıq. Siz onu enter kimi düşünün. Yəni siz düşünürsünüz açım nəsə olmasa bağlayaram, amma artıq siz hər hansı əmri icra edirsiniz artıq. Yəni bir şəklin asılması o demək deyil. Yəni biraz da şuurlu şəkildə insan bunu edir. Bəli, əslində belə bir şey var da. Bayaq qeyd etdiyim kimi, yəni hər kəs mütəxəssis ola bilməz. Sizi orada müəyyən təzyiq yaradırlar ki, məsəl üçün tez elə kimi bir necə deyim, bir situasiya yaradılır adətən. Və siz müəyyən emosiyalar düşürsünüz. Ya həvəslənirsiniz və s. Mən məsəl üçün bu yaxınlarda eşitdim ki, şəxs kredit çəkib telefonu ilə, sonra onun kartından və s. çıxarıblar. Bu mövzularda əsasən çox vaxtda insanlar bankları və s. qınamağa başlayır. Mövzu bilsiz, bəzən də bir hadisə baş verir, deyirlər ki, nəzarəti olunmur və s. Ümumiyyətlə, biz əvvəlcə evimizin qapısını bağlamalıyıq ki, evə oğru girməsin. Yəni, evin qapısını açıq qoyub biz polisə deyirik ki, şeydir, bizim evdən oğru olub. Amma siz ilkin tədbirləri görməlisiniz. Yəni, hər kəs birinci öz kibergigiyena qaydaları dediyimiz məsələləri riayət etməlidir. Məsəl üçün, çox mövzular var, təbii ki, burada danışmalı. Biz laboratoriyalarda, elə Kənan bəylə bəzən bir yerdə müəyyən laboratoriya şəraitində hücumları özümüz yoxlayırıq, yəni bu necə baş verir, özümüz onu sınavdan keçiririk. Belə bir şey deyim, bəzən sosial platformalarda və s. müəyyən səhifələr, təbii ki, mənbəyi məlum olmayan, paylaşımlar edir və insanlar da aldanır, pul ödəyir ki, müəyyən, məsəl üçün deyirəm, təbii ki, bu qeyri-qanuni fəaliyyətdir, onu da qeyd edeyim, yəni cinayət məsuliyyəti yaradır. Bunu edən şəxslər və etdirən şəxslərin özü də. Məsəl üçün, Instagram profilinin, yəni çoxu da deyirəm, sındırılması və s. Əslində, Meta şirkəti, yəni dünyada ən təhlükəsiz şirkətlərdən biridir. Yəni, bunu mən düşünmürəm ki, heç peşəkar kiber mütəxəssis də bu sahədə bu işi görə bilməz. Amma boşluq sizdədir. Yəni, kiber təhlükəsizlik arenasında məşhur bir ifadə var. Kiber təhlükəsizliyin ən zəif halqası insandır. Bu bir reallıqdır. Təbii ki, aplikasiyalarda ola bilər və s. amma ən zəif insandır. Nəyə görə demək istəyirəm? Biz asanlıq bilirsiniz də, təhlükəsizliyin, yəni təhlükəsizlik üst səviyyə qalxdıqca asanlığımız çətinləşəcək. Yəni, müəyyən işimiz çətinləşməyə doğru gedəcək. Zero trust dediyimiz anlayış var, hər kəsin təsdiqlənməsi. Yəni, sizi tanısam belə təsdiqləməliyəm. Təsəvvürün qapıda bir mühafizəsi durub, siz hər gün işə gəlirsiniz, sizdən vəsiqə tələb edir. Bəzən siz aqressiv yerlər ki, sizə məni tanımırsan və s. Amma zero trust anlayışında mən heç kəsi tanımıram. Əslində, ən doğrusu da budur. Təbii ki, amma bu da istifadəsə çətinlik yarada bilər. Yəni, bunun da asan metodları var. Məsəl üçün, brauzerimizdə hər hansı sayta daxil oluruq. Və biz orada bizə sual veririk, paroluz istifadə sadəcə yaddaşda saxlansın. Biz təbii ki, növbət səbəbi də təzdən yığmamaq üçün save edirik. Amma tövsiyə olunur ki, bu şeylər üçün paskeylərdən istifadə olunsun və o telefonumuzda aplikasiya şəkildə olsun ki, telefonumuz onu təsdiqləmiş olsun. Yəni, ikili və multifaktor dediyimiz təsdiqləmə metodlarını İkili doğrulama daha doğrusu. Bəli, və ikili və daha çox görürük. Yəni, nəyə deməyə çalışıram? Məsəl üçün, mən deyəm ki, sizə hücum edəsi olsam, bir red team olaraq, sizin müəyyən açıqlarınızı götürəcəm. Məsəl üçün, sizin brauzerinizdə, brauzerin qovluqlarında sizin parollarınızın özü olmasa da hash dəyəri saxlanılır. Əslində, siz, məsəl üçün, hər hansı sosial platformaya daxil olarkən, siz parolunuzu, belə deyim, hansı yaddaşda saxlamışdınız, yəni üstünə toxunursunuz və daxil olur. O, sizin hash dəyərinizi yoxlayır. Hash dəyəri odur ki, məsəl üçün, yazdığınız parol dəyişilməyib. Onun müəyyən kodlaşma algoritması var. Yəni, o sizi onunla təsdiqləyir. Mən sizin hash dəyərinizi oğurlamış olsam, sizin kimi hesabda daxil ola biləcəm. Çünki o hash dəyərini yoxlayır. Qısacası bu halların olmaması üçün diqqətli olmalıyıq. Çox incə detallardır əslində. Yəni, bu qeyd etdiyim kimi, mövzu daha genişdir. Biz çox istəyir ki, vətəndaşlarına bu məlumatı ötürək. Məsəl üçün, kartlardan vəsait çəkilməsi. Məsəl üçün, bu sizin maaş və yaxud da ki,
pensiya kartınızdırsa, siz ümumiyyətlə niyə 3D Security dediyimiz aktivləşdirmirsiniz? Bəli. Və yaxud da ki, niyə kartdan onlayn əməliyyatları məhdudlaşdırmırsınız? Siz əgər onlayn əməliyyat etmək istəyirsinizsə, əlavə kartlar, debit kartlar, banklar sizə təqdim edir. Onlardan istifadə etməyi tövsiyə olunur ki, bu müəyyən abunəlik və s. dediyimiz sizin birbaşa kartdan istifadə etməsin. Bəli, mütləq şəkildə bunları əməl etməliyik ki, bu problemlərlə qarşılaşmayaq. Mövzu geniş əslində yenə qonağımız olacaq əlbəttə ki, ilərləyən dövrdə Kənan bəy, Turqay bəy. Son olaraq Turqay bəy çox təşəkkür edirik sizə ətraflı verdiyinizə görə. Kənan bəy, bəs bu kiber hücumlardan qorunmaq üçün bunu maraq edirəm Aysun. Aplikasiya var mı? Müəyyən aplikasiyalar ki, biz bundan istifadə edə bilərik və yaxud da ki, son tövsiyələriniz nə olardı ki, 3 əsas faktorla qeyd edin bunu. Bizi izləyənlər və biz də məlumatlanmış olaq. Kiber təhlükələrdən qorunmanın ən, belə deyim, vacib üsulu, ən realidə gedəni əvvəlcə kibergigiyena qaydalarını öyrənməkdir. Təlimlərə qoşub kibergigiyena qaydalarını öyrənməkdir. Əlbəttə ki, belə deyim, biz hücumun hardan gələcəyini və nə kimi olduğunu bilməsək, ona qarşı heç cür özümüzü hazırlaya bilməliyik. Bəli. Bir şey bilməliyik ki, ona qarşı tədbir görək və onu necə qoruyacaq bilək. Növbəti olaraq, əlbəttə ki, proqram təminatını istifadə etməkdir. Antiviruslardan və bu kimi proqram təminatını istifadə etməkdir, istifadə tərəfdən. Düzdür, bu fərqli aspektlər var. Məsələn, bir şirkət və ya qurum fərqli cür təhlükəsiz yanaşması vardırsa, bir vətəndaşın, şəxsin fərqli cür təhlükəsiz yanaşması var. Çünki şirkət böyük texnologiyadan istifadə edir, serverdən. Ancaq əlbəttə ki, adi bir istifadə sadəcə telefonda və kompüterdən istifadə edir. Məsələn, Turqay mənim dediyi kimi müxtəlif viruslar, məsələn, troyalar olsun, ransomware olsun, girir kompüterinizdə faillər şifrələyir. Bir antivirus yüklədiyinizdə bu antivirus bunlar kompüterə düşməmişdən və viruslar onu aşkar edib qarşısını ala bilir. Əlbəttə ki, bu da növbəti olaraq, elə deyim, istifadəçi tərəfindən görülə biləcək ən effektiv tədbirlərdən biridir. Və son olaraq da onu da qeyd edeyim ki, belə deyim, kiber təhlükəsizlik tək bir fərdi bir anlayış deyil. Bir evdə 5 nəfər varsa, bu 5 nəfərin 5-də kibergigiyena, kiber bilikli olmalıdır. Belə deyək, gəlin daha böyük bir şirkət nümunəsini götürək. Bir şirkətinizdə 1000 dənə işçi varsa, sizin o 1000 işçinizin deyək 999-u kiber cəhətdən biliklidir. Bir nəfəri bilmir. Bir nəfəri bilmirsə, bir nəfər əlbəttə gələn hücumu bilmir, qarşı tərəf neyini sistemə ötürür. Sistemə artıq daxil olandan sonra da artıq istənilən şəxsin geridə qalan 999 nəfərin bütün məlumatlarını da əldə edə bilir və hər içində lazım olan məlumatları əldə edə bilir. Məsələn, yaxın zamanda belə bir xəbər eşitmişdim ki, ransomware hücumu olmuşdu. Şirkətin bir əməkdaşı bir mərcdən bir virus yükləmişdi kompüterə. Kompüter şirkətin bütün məlumatlarını şifrələmişdi və şirkətdə 3.7 milyon dollar ziyan düşmüşdü. Ziyan düşməmişdi, hətta qarşı tərəf şirkətdən bu məlumatları yenə onlara qaytarmaq üçün bu qədər məbləğ tələb edir ki, əlbəttə ki, biz bunu bilmərik ki, şirkət qarşı tərəf bizə bu məlumatları qaytaracaq, qaytarmayacaq. Yəni bunların hamısı təhlükə altındadır. Qısacası diqqətli olmalıyıq. Həqiqətən maraqlı məlumatlar üçün. Ümumiyyətlə, bax bu belə deyim, internet inkişaf etdikcə, mobil tətbiqlər inkişaf etdikcə biz hər dəfə də görürük ki, nə qədər məlumatsızlıq bu mövzu haqqında, yəni nə qədər də o təhlükənin tam ortasındayıq və hər gün yeni biliklər əldə edirik və düşünürəm ki, bu səhər də bu mövzu haqqında danışmağımız çox faydalı oldu izləyicilərimiz üçün. Yaşından asılı olmayaraq hər kəs üçün faydalı oldu deyə düşünürəm. Təşəkkür edirik.